Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Dəyərli izləyicilərimiz, artıq biz demək olar ki 4-cü dəfədir Fatimə balamız ilə gəlmişik. Məlumat verəcəm, axıra qədər baxın, zəhmət olmasa. Bol-bolunu ət, kartof, soğan, qəşəng ərzaqlarımız, yağlarımız. Bax, can qızım, sağ ol dədə, yox. Et, narahat olma yanım, narahat olma. Allah bərəkət versin. Deməli, qardaşlar, biz bura ilk gələn günü sadəcə ərzaq gətirmişdik. Sonra bizim videolarımızı görəndən sonra Allah razı olsun, bir çox qardaşımız var ki, evdə qaz yox idi. Odun təşkil etdi, 2 maşın odun. Fatimə balamıza paltarlar təşkil etdi, yenə əlavə ərzaq təşkil etmişdi. Bunun da eyni qaydada, amin anam, eyni qaydada xarici ölkədə yaşayan bir qardaşımız var ki, bu ərzaqların hamısını tam olaraq 100 manatlıq, Allah'a da olsun, ərzaq alınıb burada. 100 manatlıq ərzaqdır qardaşlar, ətdən bir yerdə, 2 kiloda ət də var. Deməli, bu Fatimə balamız anası və atası yoxdur. Əvvəldə məlumat vermişdik. Nənəsinin himayəsindədir. Nənəsi böyüdür balaca körpə balamızı. 10 yaşı var Fatimə qızımızın. Yəni əlavə nəsə eləmək istəsəz, videomuzu görənlər bilir. Bu ailələr üçün və ya digər ailələr üçün bizə əlaqə saxlayın və ya TikTok səhifəmizdə kart hesabı mövcuddur. Yəni nə demək istəyirəm? Bu ailələrə verdiyimiz bütün ərzaqlar sizlərin sayəsindədir. Siz dəstək olursunuz ki, biz də Allah'a əmr olsun, insanları sevindirməyə çalışırıq. Amin anam, amin. Qızım? Güzel. Çok gözceydi uşaqdır, maşallah. Allah onun bəxtini öz üçün gözəlləsin. Selamun Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.